Bismillahirrahmanirrahim. Əziz Allahın xeyri, bərəkəti, salamı, afiyəti sizin üzərinizə olsun. Dəyərli gənclər, əziz valideynlər, bilirsiniz ki, mən bizim dəyərli gənclərimizlə bağlı. Azərbaycanın çox gözəl gəncliyi də var, onu da söyleyeyim. Gənclərdən çox şikayət edirsiniz, amma onu da bilin ki, sizinlə bir müəllim danışır və o müəllim gənclərlə işləyir. Azərbaycanın çox parlaq gəncləri var. Yeganə məqsəd odur ki, onları gözəl yönəldək, onları doğruca istiqamətləndirsək, inanın, çox böyük, dünyada başarı qazana biləcək gənclərimiz var. Bilirsiniz ki, mən gənclərlə bağlı onlara söz vermişəm ki, videolar çəkim, gözəl insanlar və onlardan çox gözəl də reaksiyalar alıram. Deyirlər ki, müəllim, doğrudur, bizim bu şeyləri bilməyimizə çox ehtiyac var. Mən də qısa videolarla onları sizinlə paylaşmağa çalışıram. Bugünkü paylaşacağım videonun biri budur ki, gözəl insanlar, sizə mərhəmət anlayışının 3 özəlliyini izah edəcəm. Bütün özəlliyini deyil. Ola bilsin ki, bir başqa videoda çəkib, mərhəməti daha geniş şəkildə, başqa yönlərində izah edə bilərəm. Niyə görə bunu edirəm? Gözəl insanlar, gözəl gənclər. Bizim gəncliyin, bu gözəl gəncliyin probleminin biri budur ki, onların söz ehtiyatları azdır. Üstəgəl, anlayışları azdır. Baxın, sadəcə söz demirəm, anlayış deyirəm, qavram deyirəm, yəni termin deyirəm. Əgər analitik, elmi düşünmək istəyiriksə, biz anlayışlarla düşünməliyik. Yəni, hər anlayışın içərisində hansı məna varsa, onu doğru qavrayıb, doğru anlamalıyıq ki, o anlayış bizə öz bərəkətini göstərsin. Bir anlayış, bir ölçü, bir cümlə, bir kitab bizə o zaman bərəkət qaynağı olur ki, biz onu anlamış oluruq. Bir mətni, analitik düşünmənin ölçüsü budur ki, o mətndəki anlayışları yerli yerinə qoymalıyıq. Düşüncəmizin sınırları sözlərimizin sınırı qədərdir. Nə qədər söz bilirsinizsə, o qədər dərin düşünə bilərsiniz. İndi mən sizə bu mərhəmət anlayışını, bax, əgər biz anlayışı doğru anlasaq, baxın, bir insanı dəyişdirməyin yolu anlayışları düzəltməkdir. Bax, bir insanı yanlış yola yönətməyin də yolu budur. Bir insanın əxlaqını necə pozurlar? Öncə anlayışını dəyişdirirlər. Tərsi də doğrudur. Bir insanın əxlaqını, davranışını düzəltmək istəyirsinizsə, öncə anlayışını düzəltməniz lazımdır. O anlayışın nə mənaya gəldiyini o dəqiq bilməlidir. Yəni, anlayış düzələndə nə olur? Doğru düşünürük. Rahat oluruq. Baxın, əxlaqımız düzəlir, davranışımız düzəlir. Anlaşa bilirik. Əgər insanlar anlayışlara fərqli məna yükləyirlərsə, onların anlaşması qeyri-mümkündür. Bax, əziz Allahın Quran-ı Kərimdə insanlara etdiyi, belə deyək, öyrətdiyi şeyin biri budur ki, anlayışları öyrədir. İndi gözəl insanlar, cəmiyyətimizin və sizin, bizim hamımızın ehtiyacı olduğu bir dənə söz var. Bugün anlayış var, daha doğrusu onun adı mərhəmətdir. Baxın, mərhəmət, rəhmət, ər-rəhim olan Allah eyni kökdəndir. Bir cəmiyyətin, bir insanın, bir ailənin ayaqda durması üçün, dik durması üçün, özünü gerçəkləşdirməsi üçün o qədər ehtiyac var ki, cəmiyyətdə mərhəmət o qədər ehtiyac var ki. İndi mərhəmət nədir? Onu sizə 3 özəlliyini açıqlayacağım. Çox da söhbətimizi uzatmadan gözəl insanlar. Birinci budur ki, mərhəmət acını fərq etməkdir. Diqqət edin, altından xətt çəkirəm, fərq etmək. Fərq edən insanlar ayıq insanlardır. Gözləri açıqdır, qəlb gözləri açıqdır, ağlının gözü açıqdır. O uşaq orada niyə ağlayır? O insanın nə dərdi var? O heyvan niyə əzab çəkir? Baxın, təkcə insanların demirəm. Bu alma ağacı niyə quruyur? Təbiətə, insana, varlığa, hər şeyə mərhəmət gözü ilə baxmaq budur. O nədən acı çəkir, nədən ağlayır, nəyə ehtiyacı var, nə istəyir, nəyə əksikdir? Aydındır mı? Bax, fərq etmək. Fərq etmək artıq bizim insan olduğumuzu göstərir. Baxın, böyük yazıçımız Lev Tolstoy deyir ki, hamınızın onu oxumasını istəyirəm. Acı çəkmək canlılıq əlamətidir. Başqalarının acısını hiss etmək insanlıq əlamətidir. Fərq etdikmi? Birinci ölçü budur. İkinci ölçü budur, baxın. Mən Tolstoyun, o böyük Tolstoyun dediyini bəzi əlavələr edəcəm burada, gözəl insanlar. İkincisi, fərq edəndən sonra qəlbimizi acıya açmaqdır. Onu hiss etmək, yaşamaq. İçimizdəki o duyğunu hiss etmək. O deyirləri, özünü onun yerinə qoymaq. O adamı hiss etmək. Bunu ediriksə biz insanlığımızı yerinə yetiririk. Baxın, birinci fərq etdik, ikinci nə edirik? Qəlbimizi, ağlımızı o hissi yaşamağa açdıq. Üzümü çöndərib getmədik.
Mənə nə, ağlasın, o kimdir, mən kiməm, öz işlərim var deməmək. Bakın insanlığın ölçüsü geldi. Ama bundan bitti mi? Hayır. Birinci ne oldu? Fark etti. İkinci ne oldu? Kalbimizi, ağlımızı o duyguya açtık. Adamı düşündük. Adamı anlamaya çalışırıq. Özümüzü onun yerine koymaya çalışırıq. Bakın cemiyette ne kadar eğitim. Ama üçüncü esas yer gelir. O fark ettiğimiz, kalbimizi açtığımız acının azalması için elimizden geleni etmek. Bakın benim manşet cümlem bu olsun. Güzel gençler, değerli gençler. Hareketsiz merhamet yoktur. Yani salih əməllə dəstəklənməyən mərhəmət sadəcə sözdə qalır. Bir faydası da olmaz. Af, uf deyib keçərsiniz. Arkasında əmək olmalı. Yəni hərəkətə keçəcəksən. Bu adamın bu acısını, bu adamın bu sıxıntısını həll etmək üçün mən nə edə bilərəm? Niyyət nədir? Niyyət sizi hərəkətə keçirən anlayışdır. Baxın, niyyət edəndən sonra niyyətin arxasınca əməliniz gəlirsə o niyyət gerçəkləşmiş olur. Merhameti fark edirsinizsə, qəlbinizi, duyğunuzu ona açırsınızsa, özünüzü onun yerine koyursunuzsa, üstə gəl, o insanın o acısını, o problemini, o sıxıntısını həll etmək üçün hərəkətə keçirsinizsə, salih əmələ yönəlirsinizsə, əlinizdən gələn bir şeyi edirsinizsə, bağrınıza basırsınızsa, əlindən tutursunuzsa, qucaqlayırsınızsa, cibinə pul qoyursunuzsa, başını sığallayırsınızsa, yol göstərirsinizsə, baxın hərəkətə keçdik. Hərəkət. Ərəblər deyir ki, əl-hərəkatu bərəkatun. Hərəkət bərəkətdir. Biz nə deyirik? Hərəkət bizdən, bərəkət Allah'tandır güzel insanlar. Yani mərhəmət sadəcə söz değildir. Sadəcə duyğu değildir. Üçünün birləşməsidir. Fərq edirik, qəlbimizi açırıq, hiss edirik və onu hərəkətlə, əməllə, hərəkətlə, o insana yardımla dəstəkləyirik. Allah, əziz Allah mərhəmətimizi artırsın güzel insanlar. Başka bir videoda mərhəmətin daha başka yönlerinde izah etmeye çalışacağım. Sizi ve beni dinleyen bütün valideynləri ve bütün gençleri. Anlayışlarla düşünme istediğim gençleri. Bakın anlayışlar beyninizin sınırlarını genişlendirecek. Size yeni üfüqlər açacak. Size yeni duygular yaşatacak. Sizi yeni bağlar kuracak. Sizi yeni ve derinden düşünmeyi öğretecek. Hamınızın anlayışlarla düşünmək qabiliyyətinin olmasını istəyən bir müəllim kimi sizlərin hamınızı əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət edirəm, gözəl insanlar. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun, əziz Allaha əmanət olun, gözəl insanlar.